Ramiz Mehdiyev söhbət hələ də davam eləyir. Müxtəlif məsələlər ortaya çıxır. Bəzən eşidirsən ki, sosial şəbəkələrdə də deyirlər ki, daha bəsdir də, nə qədər danışma olar Ramiz Mehdiyevdə. Mən isə bilirəm ki, Ramiz Mehdiyev kimi Azərbaycan üçün çox böyük, təhlükəli bir şəxsdən, adamdan danışmaqdan heç kəs yorulmamalıdır. Belə bir ifadə vardı, 1400 ildir şeytana daş atma əməliyyatı keçirilir Məkkə ziyarəti zamanı. Ondan da heç kəs geri çəkilmir. Kim yorulsa da deyirlər ki, yox elə şeytana nə qədər mümkündür daş atmaq lazımdır. Ona görə də Ramiz Mehdiyev Azərbaycan üçün, dövləti üçün o qədər təhlükəli bir şəxs idi ki, onun haqqında deyilənlərdən heç kəs yorulmamalı. Nə bilirsə hər kəs deməlidir. Son vaxtlarda da bu Dövlət Şurasının yaradılması ilə bağlı Rusiya rəhbərliyinə və yaxud kimlərəsə hələ məlum deyil, xüsusi xidmət orqanlarının rəhbərinə yazıbdır, Rusiyanın prezidentinə yazıbdır. Böyük ehtimalla Rusiyanın prezidentinə yazmış olar və ya xüsusi xidmət orqanlarının rəhbərinə də yaza bilər. O da məntiqlidir. Çünki bu cür adamlar adətən xüsusi xidmət orqanları tərəfindən idarə olunur və onların nəzarəti altında, onların rəhbərliyi altında tırnaq arası çalışırlar. Və burada qoyulan məsələlər Azərbaycan dövlətinin bünövrəsinə, təməllərinə təhlükə yaradır. Ona görə də bu heç bir halda diqqətdən qaçınmalıdır. Analiz olunmalıdır, siyahı ortaya çıxarılmalıdır. Kimin cəsarəti varsa orada adı olan çıxsın, desin ki, adım var idi, etiraf edirəm, səhv eləmişəm, mən getmişəm, aldanmışam. Yəni Ramiz Mehdiyev deməli belə bir addım atırdı ki, Azərbaycan dövləti üçün çox böyük təhlükə yaratmağa cəhd göstərirdi. O sifarişlə, Rusiyanın rəhbərliyinin sifarişini həyata keçirirdi. Təbiidir, bunun başqa cürdə ola bilməz, öz başına onu eləyə bilməzdi. Və Azərbaycan dövlətinin aradan qaldırmaq, çevriliş eləmək onların gücü çatmaz. Heç Rusiyanın gücü çatmır bu günlər Azərbaycanda nə isə eləməyə. Sadəcə olaraq sabitliyi pozmaq cəhdi ola bilər, təşəbbüs ola bilərdi və bunun üçün də Ramiz Mehdiyevdən istifadə edirdilər. Bu məsələ getdikcə aydınlaşmalıdır. Nə qədər ortaya fakt çıxırsa, onların ətrafında söhbətlər də getməlidir, tədqiqatlar aparmalıdır, hüquq mühafizə orqanları araşdırmalı və Ramiz Mehdiyevə, onun ətrafına, onun komandasına, onun o Dövlət Şurasına namizədləri ilə bağlı özünün hökmünü çıxartmalıdır və ən ağır cəza, onlara ən ağır cəzalar verilməlidir.